Herkes salam, Kripto Azərbaycan izləyiciləri yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bugün bazarda düşüşlər nə zaman bitəcək? Əlbəttə ki, bunların haqqında həm danışacağıq, həm də ki, bazarda yeni çıxan, bazarda daha doğrusu biri bugün çıxıb 8 saat öncə. Biri də ki, Google tərəfindən, Google Cloud tərəfindən daha doğrusu dəstəklənən bir valyutadır. Sağ olsun, onu da bizlərlə Emin paylaşıb, indi mən də onu sizlərlə paylaşacağım. Və bundan sonra düşüşlər haqqında danışacağıq qrafik üzərindən. İlk öncə dostlarım, Base Network-ün qurucularından Coinbase tərəfindən dəstəklənən Jesse bilmirəm, yəni adı belə deyilir. Gördüyünüz kimi özünün meme coinini çıxartdı. Təbii ki, bunu Zora üzərindən satın ala bilərsiniz, Zora proqramı ilə də satın ala bilərsiniz və yaxud da ki, birbaşa DEX-lərdən də satın almaq olar. Yəni bunun üçün əlinizdə Zora olmalıdır. Valyuta yeni çıxıb dostlarım və bazarın, qorxunun bu bazarda ən çox hakim olduğu bir vaxtda valyuta çıxdığı üçün ona görə gördüyünüz kimi çox da böyük bir səs gətirməyib. Halbuki Coinbase-ə görə və ya Zora'ya görə və yaxud da ki Base Network-ün özünə görə bu valyuta ciddi səs gətirməli idi. Lakin bazarda qorxu hakim olduğuna görə gördüyünüz kimi qrafikdə də görürsünüz. Yəni bir sözlə də valyutalar əvvəlki kimi effekt vermir. İndi isə dostlarım, Somnia proyekti. Gördüyünüz kimi Somi qısaltması da hal-hazırda Binance, Upbit, Bitget, Gate.io kimi birjalarda var. Yəni ki, müxtəlif bütün birjalardan tapa bilərsiniz. Gələcəkdə inanıram ki, Coinbase-də də listelənəcək və Google-un şəxsi hesabında artıq bunlarla Somnia Network-lə işbirliyi etdiyini görürük. Bunu Google Cloud özü açıqlayıb. Yəni Google Cloud-da milyardlarla dollar dəyərində olan bir şirkətdir. Yəni bu da Somnia'da belə deyim də ağlınızın bir yerinə yazın ki, bazar hərəkətlənməyə başladıqda belə deyim, bu proyekti də dəyərləndirə bilərsiniz. İndi isə gəlin bazarda düşüşlər nə zaman bitəcək və bazar təkrardan kriptovalyuta bazarı nə zaman toparlanacaq, bunların haqqında danışalım. Mən dostlarım, bildiyiniz kimi hər gün analiz videosu atan biri deyiləm və ya hər gün analiz edib sizlərlə paylaşım edən bir adam da deyiləm. Yerli yerində 10 aydan bir, 9 aydan bir, bazar bir dibə vuranda öz analizimi edərəm. Bir də ki, ən yüksəyə vuranda, ən yüksəyə vurmamışdan qabaq öz analizimi edərəm. Gördüyünüz kimi qalxışlar başlamadan qabaq və Ethereum və altcoinlərin dibə vuracaqları vaxt əsas burada baxın bu video. Burada sizə son analiz videomu 9 ay bundan öncə paylaşmışdım ki, ondan sonra da VIP qrupda da açıqlama etdik və sizlərlə də açıqlama etdik ki, yəni bir sözlə də biz çəkildik arxaya. Bazar təkrardan toparlansın, giriş edəcəyik bu şəkildə. İndi həmin səviyyələr, o videoda hansı səviyyə deyirdik? Ethereum'un 2600 dollar səviyyəsi və artıq Ethereum 2855 dollardır. 9 ay bundan öncə bu səviyyələrdə idi. İndi təkrardan bu səviyyələrə bir sözlə qayıdıb. Burada belə deyim dostlarım, bir çoxunuz bu işdə yeni olduğunuz üçün Bitcoin ilə bazarı əlaqələndirirsiniz. Yəni düşünürsünüz ki, Bitcoin qalxmasa və ya Bitcoin düşüş ancaq yaşasa, bütün bazarda eynən Bitcoin'i izləyə gedib bütün bazarda dibə vuracaq. Yəni bu şəkildə bunu düşünürsünüz, ancaq bu belə deyil. Əslində işin əslinə qaldıqda gördüyünüz kimi Ethereum bizlər üçün çox önəmlidir, altcoinlər üçün. Çünki biz işin altcoin tərəfində olduğumuza görə bir sözlə altcoin'ə konkret olaraq Ethereum baxır. Yəni ki, bazarda ön sırada olan valyutalar bugün açıb baxdığımızda önəmli olan
valyutaları yoxladığımızda hamısının hovuzlarının Bitcoin-də yox da Ethereum-da olduğunu görəcəyik. Və ya bu bazarda olan yeni çıxan bir çox valyutanın da partetlərinin, hovuzlarının yarandığı yer Ethereum-un olduğunu görəcəyik. Yəni ona görə bazarın ritmini, nəbzini anlamaq üçün əlbəttə ki bizim Ethereum-dan başımız çıxmalıdır. Yəni qrafikindən anlayışımız olmalıdır. Bunun da ən önəmlisi Ethereum-da $2600 səviyyəsidir. Mən bunu $2600 səviyyəsini təbii ki dostlarım illər öncədən artıq bazarda olduqca baxırsan, anlayırsan ki, bu yerə gəldikdən sonra baxırsan ki, bu yeri, bu səviyyəni qoruyub saxladısa güclü qalxış gəlir. Yəni alacağımız altcoinlərdə Ethereum-a bağlı olduğu üçün ona yatırım edəndə, ona satın aldığımızda Ethereum-un qalxdığı kimi başlayır o da 100%-ni, 200%-ni, 500%-ni, 1000%-ni verə-verə yüksəlməyə. Bax həmin söhbətdir. İndi burada gördüyünüz kimi ən önəmli, baxın sadəcə və sadəcə burada çox da çətin bir şey yoxdur. Yəni belə deyim də uşaqlar, yəni ay başımı yorum, necə deyim. İndi mən sizə hamısını göstərəcəm. Yəni bir sözlə də onsuz da kriptolara yatırım etmişik. Əlbəttə ki, tək çarəmiz gözləməkdir. Burada tam arxalara da heç baxmayaq. Əslində buralıqdan başlayıb baxın. 2600 səviyyələri baxın buralıqdan. Gördüyünüz kimi $2600 səviyyəsində yüksəlir. Başa düşdünüz? Yəni bu səviyyəni qırırsa, buradakı bu müqaviməti qırırsa, Ethereum yüksələn kimi altcoinlərdə onu izləyir və onunla bərabər yüksəlir. Başa düşdünüz? İndi həmçinin gəlin indi bizə əsas önəmli yer olan buralığa baxalım. Burada gördüyünüz kimi $2600 səviyyələri. Bax, $2600 səviyyəsini bax. Burada bir dəfə yoxlayır. Görürsən? Bax, burada bir dəfə yoxlayır. Düşüşünü verir. Və ondan sonra növbət dəfə yoxladıqda ümumi bazara boğanı gətirir. Başa düşdünüz? Yəni ona görə Ethereum bizlər üçün önəmlidir. Bax, birinci yoxlanış, düşüş, ikinci yoxlanış, ardından qalxış və bütün bazarda Ethereum-un necə deyim, sayəsində başlayır qalxmağa. Əsasən altcoinlərdən gedir əlbəttə ki, dostlarım söhbət. Biz də yəni altcoin ilə məşğul olduğumuz üçün ona görə bizə önəmlisi nədir? Ethereum. Burada da uşaqlar retestlər var. Yəni gəlir gördüyünüz kimi $2600 səviyyələrini dayanmadan retest edir, dayanmadan retest edir və sonunda $2600 səviyyəsi gördüyünüz kimi ümumi bazarı qaldırır. Həmçinin 2600 səviyyəsini qoruya bilmədikdə bax buranı görürsüz və nə olur? Ciddi düşüşlər yaranır. Yəni hər şey qrafikdədir. Yəni qrafiki anlamaq əslində bazarın gedişatını 50% anlamağın deməkdir. Yəni bir grafikdə anlamaq dostlarım, yəni çox da çətin bir şey deyil. İndi bilirəm bəzilər sizə deyəcəklər, onu öyrənin, bunu öyrənin. Yox. Sadəcə və sadəcə önəmli səviyyələri öyrəndikdən sonra, yəni sizə ən çox rahat olacaq yerləri öyrəndikdən sonra buna uyğun düzgün qərarlar atmağı zamanla öyrənə biləcəksiniz. Burada gördüyünüz kimi dostlarım, təkrardan bir toparlanma var. Yenə 2600-də bir qırğının düşdüyünü görürük. Yəni qırğını bu şəkildə başa düşün ki, yəni bax buranı qırmağa çalışır. Görürsüz dayanmadan irəliyə qabağa, irəliyə qabağa və buranı $2600 səviyyəsini qırdıqdan sonra bu $2600-2700 arasıdır. Yəni bu səviyyəni bu şəkildə başa düşə bilərsiniz. Gördüyünüz kimi ümumi bazarın qalxışıdır. Görürsüz? İndi təkrardan hara qaydırıq? Baxın, burada eynən bax, yüksəliş olub, düzdürmü? Təkrardan gəlib bax, burada bir geri dönüş olub. Təkrardan burada da bir yüksəliş olub, burada bir geri dönüş olub. Burada bu səviyyələri 2100-ləri qoruyubsa, buradan təkrardan bir geri dönüş edəcək. Başa düşdünüz?
Yox, qoruya bilmirsə əlbəttə ki, bazar qırılır və biz də kriptovalyuta almışıq, yəni bu qədər sadə. İçəridə qalırıq. Aldığımız valyutalar dəyər itirir, bir sözlə. Biz içəridə qalırıq. Ancaq 2600 səviyyəsi günümüzdə önəmli səviyyələrdən biri olduğuna görə bu qədər asan qırılacağına inanırammı? Əlbəttə ki, dostlarım, inanmıram. Çünki bazar artıq nisbətən digər günlərə baxdığımızda, digər illərə baxdığımızda artıq çox güclənib. Yəni 2600 səviyyəsinin bu qədər sadə və rahat yolla qırılacağına inanmıram. Yəni qırılma da buna deyirəm ki, məsəl üçün deyək ki, bax bura 2600-2700 dollar səviyyəsində bax bu şəkildə bir qırılmadan gedir söhbət. Buradakı bu qırılmada 1300-1200 dollar Ethereum-un geriləməsinə səbəb olacaq. Yəni o zaman altcoinlərin vəziyyətini düşünün. Başa düşdünüz? Təbii ki, Bitcoin qırılacaq, Ethereum qırılacaq və altcoinlər bir sözlə çox pis dibə vuracaq. Başa düşdünüz? Yəni senaryo budur. Ancaq yox, bax sizə ümidi deyirəm. Son ümid. Başa düşürsünüz uşaqlar? Yəni bu həqiqətən mənim üçün də ümiddir, sənin üçün də ümiddir. Hələ ki, yəni buranı sıxıb saxlamışıq. Yəni bu səviyyələr bizlər üçün belə deyim də çox önəmli yerlərdən biridir. İndi düzdür, qarmaşıq çəkdim hər şeyi, yəqin videonu saniyə və saniyəsi ilə izlədinizsə, yəni olanları tam şəkildə başımda olanları sizlərə yəqin ki, dilimin döndüyü qədər izah edə bildim. Əslində yəni sistem bu qədər sadədir. Bax buralıqdan toparlansa gördüyünüz kimi təkrardan bir qalxış var. Əsas yüksəlişi sizlərə deyim dostlarım, illərdir gördüyünüz kimi Ethereum-un qıra bilmədiyi səviyyə baxın buradır. Həmçinin baxın o səviyyələr bax buradır. 1, 2. Buranı 2 dəfə artıq retest edib. İndi növbəti qalxışı bu bazarda mən bu şəkildə gözləyirəm. Ona görə sizlərə deyirəm. Məsəl üçün bizləri qorxuzurlar. İndi növbəti qalxış. Əgər ki futursə girməsən, əlindəkilərini ala bilməsələr, yəni bazarın içində olsan, bir sözlə altcoinlər əlində olsa, növbəti qalxışda bax Ethereum buranı qırsa, əlbəttə ki bu ciddi yüksəlişlər edəcək Ethereum. Əgər ki bax bu səviyyəni qırsa, yəni 4900 dollar, 4800 dollar arası bir səviyyədən söhbət edirik. Yəni buranı qırsa, düşünün ki, altcoinləri də öz səviyyəsi ilə bərabər uçurdur. Başa düşdünüz? Yəni ona görə ən önəmli dəstək nöqtəmiz konkret olaraq nədir? 2600 dollar. Və 2600-2100 dollar bunu arası düşünə bilərsiniz. Yəni ki, bir sözlə də hələ də ümid var, hələ də içəridə qalmamışıq deyə bilərsiniz. Yəni iki başlı burada danışmağa ehtiyac yoxdur. İki başlı danışmağı da heç sevmirəm. O oradan qayıdar, bu buradan dönər. Yəni bu söhbətlər mənlik deyil. Əgər bu tərz söhbətlər etsəydim, yəni inanın ki, hər gün beləncə 10 dənə video çıxardaram. Sadəcə və sadəcə deyirəm, bax ümid yerimiz bir buradır. Başa düşdünüz? Bax bu gördüyünüz ekranda sizə göstərdiyim yer. Yəni buradan bir geri dönüş olsa, əvvəlki qalxışlar təkrardan gələcək. Başa düşdünüz? Hal-hazırda da bazar güclüdür. Nə qədər manipulyasiya da etsələr dostlarım, artıq kriptovalyuta yayılıb. Bildiniz necə? Ona görə ki, inşallah ki, yəni ümid edirəm ki, buradan təkrardan bu bazar toparlanacaq. Yəni inşallah ki, bundan sonra daha sağlam kriptovalyutalar taparıq, daha sağlam qərarlar verərik. Hələ ki oyunumuz davam edir. Hələ ki bu masada öz yerimizi qoruyub saxlayırıq. Belə dostlarım, videomuz bu qədər idi. Videonu bəyənərək siz də Kripto Azərbaycan kanalına dəstək ola bilərsiniz. Sağ olun, hələlik. Buradan da videonu bağlayaq.